Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov dekabrın 1-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Bölgə TV Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq qəbulda Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30-11-ci ay 2025-ci il tarixinədək yaşadıkları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mygov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni dekabrın 1-də 08:00-da Gəncə Olimpiya İdman kompleksində keçiriləcək. Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Dilbər Vüqar qızı, Bölgə TV.